Salam aleyküm. Yeni bir mənzili su təsisatını işləmişik. Hal-hazırda isti döşəmə içində yekunlaşdırılır. Yüksək səviyyədə penoplasla işləyir ki, istilik itkisi olmasın. Yəni fərqalı izolyasiyadan istifadə edəndə o sabahsı gün istilik itkisin %30%, 40%-in itkiyə verir. Bura yataq otağıdır, qardırobdur. Panorama pəncərə olduğu üçün ön hissəsi 6 sm. Ara məsafələri digər yerdən 21 sm çəkilir ki, çox olmasın yataqda. Əsas hissə buradır ki, panorama çoxalmasın. Bu hissədə yataq otağının sanitar qovşağıdır. Deməli, bura panorama olacaq pəncərəsi. Bu hissənin yenə yaxın çəkmişliyi 6 sm, digər yerdə hamam içərisi olduğu üçün ara məsafəsi 13 sm. Burada vanna olacaq. Bu hissədə duş kabindir, kas firması, arka plast divarı içi rezervuar. Bu hissədə də mordadır. Dəsmal qurdan da burada. Burada digər yataq otağıdır. Eyni şəkildə ön tərəfi, panorama pəncərənin ön tərəfi 6 sm-dan, digər yerdə 21 sm. Bura yataq otağının sanitar qovşağıdır. Yəni divar içilər kasdır. Rezervuar divar içi baçovkaki arka plastdır. Bu hissədə koridordur. Koridorda kollektorun bir dənəsi bura düşür. Bu hissədə burada qardırobdur. Qardırobsuz kollektor çalmışıq. İki otağın dediği paltaryon istifadə edilir. Digər kollektorda koridorun o başındadır. Bu hissə mətbəxdir. Mətbəxdə yəni pəncərənin ön hissəsi. Yəni göstərirəm. En azından 4 balajeniye yaxın çəkmişik. 6 sm-dən panorama pəncərə olduğu üçün digər yerlərdə yəni də 13-14 sm çəkilir. Deməli, bu hissə evin giriş hissəsidir. Bu holun sanitar qovşağıdır. Yəni yataq otağıdır. Deməli, bu hissədə evin zalıdır. Zalın ön tərəfi yəni böyük panorama olduğu üçün 7 sm, 6 sm-dan çəkilib isti döşəmənin ara məsafəsi. Qalan yerlər panorama böyük olduğu üçün 13 sm-dan çəkilir. Yerin dal hissəsi, bu da hissəsi hissəsi. Hissəmizdən tanış edək. Deməli, bu hissədə evin bisetkası gedir. Bisetkası sayılır. Bunlar bisetkanın ön tərəfi 12 sm, 6 sm-dan çəkmişik. Bu hissələri 13 sm-dan. Bisetkanın sanitar qovşağıdır, kombi otağıdır. Evdəki penoplasman hissəni yəni satışa gedən evdir. Kim istəsə maraqlana bilər. Yəni həm yola yaxındır, həm dənizə yaxındır. Bravodan da yol gəlir. Mərdəkan Bravosundan, Şuvalan Magdonusundan, Şuvalan Parkdan da yəni yaxın məsafəli 5 dəqiqəlik yol hər iki tərəfdən. Deməli, evin baseynidir, daşıma baseynidir. Yəni yaxından çək. Daşıma baseynidir. Su deposudur, motorxanasıdır bu hissədə yerləşir. Ev satışa getdiyi üçün kimsə istəsə bəri başdan gəlir, yəni evin içərisində, həyətində nəyisə bir dizaynı dəyişə bilər, almaq istəyən adam. Evdə takip nömrəsindən axırına kimi hər bir şey keyfiyyətli materiallardan istifadə olunur. Allah xeyir versin alana, satana və işləyənlərə.